Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər bir müsəlmanın, hər bir uşağın üzərində olsun. Hər bir insan yetkinlik yaşına çatanda, artıq anlayanda daha doğrusu öz yolunu seçir. Müsəlman olmaq istəyənlərə gözəllik arzulayıram. Cənnəti Allahımız vəd buyurub. İnşallah cihad edək Quranla. Allahımız Quranda bir ayədə buyurur ki, Allaha yaxınlaşmaq üçün vəsilə axtarın. Bu mütəşabih ayədir. Bu mütəşabih ayəni insanlar elələri var ki, yozur ki, güya kimisə, nəyisə, məsəl üçün bir İmam Əlini, hətta ya da İsa Peyğəmbəri, yəni bu aydın oldu insanları, yaxud kimisə, nəyisə, yəni imamlardan, peyğəmbərlərdən başqalarını da, adi adamları da, nəyisə də hətta vəsilə yerinə qoyurlar. Onlara səhv olduqlarını anladıran günahdır, bu küfürdür, bu şirkdir. Şirk odur ki, Allahla öz arana kimisə qoyarsan necə. Məsəl üçün, Zümər surəsi 3-cü ayədə Allahımız buyurur ki, mənasını deyim, yəni, məsəl üçün, Mirməşin ağaya gedib orada ibadət edir, orada təvaf edirlər, nə bilim, orada, yəni, qəbirdən istəyirlər, nəyi, məsələn, soruşanda deyirlər ki, biz ondan istəmirik ki, biz deyirik ki, o bizi, onun xətrinə Allah bizi bağışlasın falan, üzüsü hörmətinə. Ancaq Allahımız buyurur ki, ayədə ki, həmin insanlar, yəni, eynirlər, yəni, Allahımız hər şeyi bilir. Gözəl Allahımız buyurur ki, onlardan soruşanda ki, niyə bu adı, yəni, filan kəsi özünə dost tutsun, Allahdan başqa özünə dost hami tutanlar, yəni, onlar deyirlər ki, biz ona görə belə edirik ki, Allaha daha da yaxınlaşır. O, həmən məsələn, Mirməşin ağa, ya İmam Əli, İmam Hüseyin, ya İsa Peyğəmbər, yəni Allaha bizi daha da yaxınlaşdırsın, yaxınlaşaq deyə. Əslində isə İsa Peyğəmbər haqqında daha pis, yəni onu pis olan, yəni onu Allahın oğlu adlandırdıqları, nə bilim, yəni onu Allah yerinə qoyduqları çox bir şeylər var. Yəni səhv olan, dəhşət günahlar var. Şirk edənlər isə, yəni bilsinlər ki, ayəyə əsasən, ayələrdə Allahımız buyurur ki, o şirk edənlərin deyirsən ki, yəni mənası o ki, dünyada yaşadıqları axır günlərinə qədər, nə qədər yaxşılıq eləmiş olsalar, onların hamısı bütün yaxşılıqları neçə gedirdi. Bütün yaxşılıqları neçə gedirdi. Ona görə belələrindən olmamaq üçün bu mütəşabih ayədir. Həmən dediyim o ayə ki, yəni Allahımız buyurur, açıqlayanı olandır, yəni. Allahımız buyurur ki, Allaha yaxınlaşmaq üçün, cənnətə girmək üçün vəsilə axtarın və həmin mütəşabih ayənin 9-cu surənin 99-cu ayəsi açıqlayanıdır. Açıqlayanı 9-cu surənin 99-cu ayəsidir. Burada buyurulur ki, bədəvilər içərisində elələrdə Allah bir misal göstərir. Deməkdir ki, Ordubadda da filan yer, Bakıda da filan yer. Yəni, bir misal göstərdiyi, yanında milyon kitablar, trilyon kitablar olardı da, oxuyacaqdik. Yox. Bir kitabdır, oxumaq lazımdır. Allah buyurur ki, hər gün müəssər olan qədər oxuyun. Hər gün keçmir orada, amma müəssər qədər, yəni hər gün mənasındadır. Yəni bir dəfə oxuyub atmaqla, o tərəfə küçük qoymaqla deyil. Onda adam heç yadında qalmır. Bugün belə adam var ya, deyib, dünən yedin yadından çıxar. Əlbəttə, oxuduğumuz da yadınızdan çıxar. Ona görə hər gün oxumaq lazımdır. Müəssər olan qədər. 9-cu surənin 99-cu ayəsi. Bədəvilər içərisində elələr də vardır ki, Allaha, axirət gününə inanır.
Allah yolunda xərclədiklərini, Allaha, axirət gününə inanır. Allah yolunda xərclədiklərini, Allaha yaxınlıq və Peyğəmbərin dualarına, ona yardım və dəstək olmağa bir vəsilə sayırlar. Allaha yaxınlıq, Peyğəmbərin dualarına və ona yardım və dəstək olmaq, yəni salavat etmək odur. Salavat, yəni yardım etmək, dəstək olmaq. O üçün yəni bir vəsilə sayırlar. Allaha yaxınlığa vəsilə sayırlar. Peyğəmbərə yaxınlığa, yəni Peyğəmbərə daha doğrusu yaxınlığa yox, o da yaxınlıqdır. Dualarına, yəni Peyğəmbərin dualarına ona salat etmək, yəni yardım və dəstək olmağa bir vəsilə sayırlar. Bilin ki, onlar üçün Allaha yaxınlaşmağa bu bir səbəbdir. Allah artıq burada açıqlayır. Bilin ki, onlar üçün bu Allaha yaxınlaşmağa bir səbəbdir. Bu Allah açıqladı yaxınlaşmağa. Vəsiləni dedi. Vəsilə bəzərlər içərisində elələri var ki, bunlar nə edirlər? Deməli, vəsilə sayırlar. Bu, həmən çox oxunmayan gözəl ayədir. Bilin ki, ayələrin hamısı gözəldir. Bilin ki, bu onlar üçün Allaha yaxınlaşmağa bir səbəbdir. Yəni, vəsilədir. Allah onları öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. Allah bilir ki, hamımız Allah, mənim özümlə gelmir, mənim özüm olan qəbri üstündə belə tavaf etmişəm, nə bilim, ora öpür, nə bilim, 5 orada hasardır, sonra, nə bilim, geçmişəm, 5 varmaq dağına, nə bilim, orada. Düzgün deyil, yəni Allaha vəsilə axtarırsansa, elə aydındır, düzdür, aydındır. Mən bu dəqiqə bir şeydə çox şey yazma düşür, amma bizim də deyim ki, Peyğəmbərimiz 23 il bu şirklərə qarşı mübarizə apardı, ancaq hələ də bu davam edir. Ölülərdən istəyirlər, qəbirdən istəyirlər. Yəni, hər kəs bilsin ki, Allah bizə şah damarımızdan yaxındır. Sağ olun, yalnız Allahdan istəyək, Allahı üst tutar, Allahımızdan başqası yaxınlaşmaq səbəbi biliriksə, ona görə elə bir şey, nəyi kimisə, böyük bir küfr etmiş olarıq. Allah buyurur ki, Zümər surəsi 3-ü axıra qədər oxuyun, Allah cəza verəcək. Elə şeylər etməyin inşallah. Mən də etmədim, yox. Mən şirk edib, tövbə etmiş. Allah bağışlayandır, rəhm edəndir, buyurur Allahımız axıda. Yəni ki, 9-cu surə 99-cu ayəsində. Bəli, Allah bağışladı ki, mən də tövbə etmişəm, siz də tövbə edin, əcəb elələri. Şəhrinizdə varsa da anladım onları. Sağ olun.